إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. İnşallah bugünkü xutbəmiz duanın və istiğfarın, Allahdan bağışlanma, diləmənin fəziləti barəsində olacaqdır. Birinci, mən öz ati nəfsimdən sonra sizə də Allahdan qorxmağı tövsiyə edirəm. Yəni, ey insanlar, Allahdan qorxun və öz günahlarınızdan Allaha bağışlanma diləyin. Və Allahın rəhmətindən ümidinizi kəsməyin. Həqiqətən Allah Teala günahlar nə qədər çox olsa belə günahları bağışlayandır. Ənəs bin Məlik radiyallahu anhudan rivayət olunan hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Qalallahu Teala, ya İbn Ədəm, İnnəkə mə dəavtəni və rəcəvtəni ғəfərtu ləkə mə kənə mink və lə ubəli. Allah Teala buyurur ki, ey İbn Ədəm, ey Adəm oğlu, sən nə qədər ki mənə dua edir və mənə ümid edirsən ki, duanın qəbul olunmağını, duanı qəbul edəcəyəm, mən səndən olan bütün günahları bağışlayam, o günahların böyüklüyünə fikir vermərəm. Ya İbn Ədəm, ləv bələğət zunubukə anənəs səmə, sümmə istəğfərtəni qəfartu lək. Və ey Adəm oğlu, və sənin günahların buludlara qədər çatsa, məndən bağışlanma diləsən, mən səni bağışlayaram. Ya İbn Ədəm, innəkə ləv ətəytəni bi qurabil ardı xataya, sümmə ləqitəni lə tüşrik bi şeyə, lə ətəytukə bi qurabihə məğfirə. Ey Adəm oğlu, əgər sən mənə yer dolu günahla gəlsən və sonra mənə heç bir şeyi şərif qoşmayaraq qovuşarsansa, mən sənə yer dolusu məğfirətlə gələrəm. Hədis səhih hədisdir. Bu hədis məğfirəti hasil edən 3 dənə səbəbi, 3 dənə işi təşkil edir. Birincisi, duanı ümidlə etmək. Dua edəndə ümid etmək ki, dua qəbul olunacaq. Necə ki, Allah Teala buyurur, İnnəkə mə təavtəni və rəcəvtəni qəfartu lək mə kənə minkə və lə ubəli. Sən nə qədər ki, dua edərsən və mənə ümid edərsən, mən səndən olan günahların hamısını bağışlayaram və o günahların böyüklüyünə fikir vermərəm mən. Və buna görə lazımdır ki, insan dua etdikdə dua ilə rəcanı, yəni ümidi bir yayılsın. Əgər o insan ümidsiz dua edərsə, o dua ondan qəbul olunmaz. Dua edir, amma ümid eləmir ki, duası qəbul olunacaq. Yəni, bu adamdan duası qəbul olunmaz. Çünki bu, Allahın rəhmətindən ümid üzməkdir və Allahın rəhmətindən də ancaq zəvalətə düşənlər ümid üzər. Necə ki, Allah Teala buyurur, وَمَنْ يَقْنَقُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ. Allahın rəhmətindən ancaq zəvalətə düşənlər ümid üzər. Və həmçində duasız rəca heç bir faydası yoxdur. İnsan dua etmir, amma ümid edir. Bunun da heç bir faydası yoxdur. Çünki o, tələb olunan şeylərin səbəblərindən tutmayıb. Allah Teala bütün işləri səbəblərə bağlayıb. Ona görə bu səbəbləri mütləq yerinə yetirmək lazımdır.
Əgər kim bu səbəbləri tutmazsa, yerini yetirməzsə, artıq o adam aciz adamdır. Necə ki, Peyğəmbər s.ə.v buyurur, وَالْعَاجِزُ مَنْ أَتْبَعَ نَفْسَهُ هَوَاهَا وَتَمَنَّ عَلَى اللّٰهِ الْأَمَانِ. Aciz adam o adamdır ki, nəfsini istədiyinə tabi edər və Allaha qarşı arzularda olar. Və həmçinin Allah Teala'nın bu sözü غَفَرْتُ لَكَ مَا كَانَ مِنْكَ وَلَا اُبَالِ. Səndən olan bütün günahları bağışlayaram və mən günahların böyüklüyünə fikir vermərəm. Bu Allah Teala'nın məğfirətinin genişliyinə dəlalət edir. Yəni günahlar nə qədər böyük olsa Allah Teala günahları bağışlayır, Allah Teala'ya ağır gəlməz onları bağışlamaz. Amma insan günahlarda davam edər və Allahın məğfirətinin genişliyinə ümid edərək, etimad edərək tövbə etməzsə, artıq bu adam uduzan adamdır, xüsrana düşəndir. Çünki o Allahın məkrinə əmindir, Allahın məkrindən qorxmur. Allah Teala da buyurur ki: "Əfə əminu məkrəllah, fələ yə'mənu məkrəllahi illəl qavmul xasirun." Yəni onlar Allahın məkrinə əmindirlərmi? Allahın məkrinə ancaq uduzan qövmlər, xüsrana düşən qövmlər əmin olar. Allahın məkri o asi adamı, o günahkar adamı tədricən yoldan çıxarması, azdırması və o qəflət vaxtı onu əzabla yaxalamasıdır. Hasan-ül Basri rahimehullah deyir ki, mümin yaxşı işlər istəyər. Gecəsi gündüzü itaat olar, amma yenə Allahdan qorxar, Allahdan çəkinər. Amma günahkar adam, facir adam günah işləyər, amma qorxusu olmaz. Bəli, yəni sələflər belə idi. Məsələn, Ali radiyallahu anhu deyir ki, "Ləv alimtu ənəllaha qabilə minni həsənə vahidə ləhtətərtu aleyhə." Əgər bilsəydim, Allah-u Teala məndən bir dənə yaxşılığımı qəbul edib, ona təvəkkül edərdim, ona güvənərdim. Ömər ibn Abdülaziz radiyallahu anhu 5-ci xəlifə, Allah ondan razı olsun. Yəni gecələrin birində namaza qalxır və namazda başlayır ağlamağa və bunun səsinə qonşular da ağlayır. Və sonra qurtardıqdan sonra deyirlər ki, nə idi sənə ağladan? Deyir ki, mən Allahın kəlamını oxudum. Deyirdi ki, "Tariqun fil cənnəti və tariqun fis-sa'ir." Yəni o gün qiyamət günü iki dəstə olacaq. Bir dəstə cənnətlik və bir dəstə cəhənnəmlik. Yəni mən bilmədim ki, onların hansından olacağım. Yəni sələflər belə idi. Gecəsi gündüzü itaətdə yenə qorxardılar. Ömər radiyallahu anhu, Ömər ibn Xattab deyir ki, əgər göydən bir səs gəlsə ki, hamınız cənnətə gidin bir nəfərdən başqa. Belə bilərdim ki, o bir nəfər mən özümdən. Və həmçinin bu hədisin məğfirəti hasil edən səbəblərdən biri də istiğfar. Yəni Allah-u Teala'dan bağışlanma diləmək. Həqiqətən istiğfar bütün günahları silir. Nə qədər böyük olsa belə kim istiğfar edərsə, bağışlanma diləyərsə, yəni əstəğfirullah demək ki, mən Allahdan bağışlanmağımı diləyirəm. İstiğfar edərsə, onun günahları bağışlanır. Necə ki, Allah Teala deyir, onun günahları həcmi böyük olsa belə, yəni buludlara qədər çatsa, mən onu bağışlayaram. Və həmçinin Allah Teala istiğfar etməyi Qur'anı neçə yerdə buyurmuş və istiğfar edənləri bağışlamağa söz vermişdir və onların günahlarını silməyə. Və həmçinin istiğfarla yanaşı, bağışlanma, diləməklə yanaşı insan günahları tərk etməlidir. Yəni o insan ki, bağışlanma diləyir, amma günahlarda əl çəkmir, o elə bilir ki, Allahın ayətlərini istehza etmişdir. Yəni bəzilər deyir ki, mən istiğfar, yəni əstəğfirullah kəliməmdən Allaha istiğfar edirəm. Öz əstəğfirullah kəliməmdən Allaha istiğfar edirəm. Yəni dinlə edilən istiğfar əməldə yoxdursa o yalancı tövbədir, yalancıların tövbəsidir. Rabia deyir ki, yəni bizim istiğfarımızın başqa bir istiğfara ehtiyacı var. Yəni yalan olduğuna görə istiğfarın özünün başqa bir istiğfara ehtiyacı var. Və bunu da bilmək lazımdır ki, israr. Yəni balaca günahda kim israr edərsə, davam edərsə, o balaca günah deyildir.
Yəni, kim israr edirsə balaca günahda, o günah balaca ola bilməz. Amma bir dənə böyük günah, kim bir dənə xatadan böyük günah işləyər və ondan qayırar, o günah, yəni böyük günahların sırasına aid olsa belə, balaca günahdan, hansı israrla davamiyyətli balaca günahdan, yəni günahı az olur. Məsələn, misal çəkirlər. Məsələn, su damcısı əgər bir daşın üzərine düşərsə, davamiyyətli. Görürsən, o damcı daşa təsir edir. Yəni, iz salır daşda. Amma o qədər tökülən damcıların hamısı bir dəfədə daşın üzərine tökülsə, daşa təsir eləmir. Və həmçinin davamiyyətli olan günahlar, balaca günahlar, yəni, böyük günahdan daha böyükdür. Ona görə insan baxmalıdır, bu balacadır, yəni heç normal, inşallah namaz qılmışam, bu keçər. Yəni balaca günahda kim israr edərsə, o heç vaxt balaca ola bilməz. Və insan istiğfar etdirsə, hansı günahdan bağışlanma dilədirsə, o günahı tərk etməlidir, yoxsa o günahın, o istiğfarın heç bir faydası olmaz. Və deyirlər ki, yəni istiğfar edərsə günahlar bağışlanır və həmçinin balaca günah yoxdur. Balaca günah yoxdur, nəyə görə? Hər bir iş Allaha qarşı çıxılırsa, Allahın əmrinə qarşılırsa, o böyük günahdır. Deyir ki, sən baxma günahın balacalığına, sən bax ki, sən kimə qarşı çıxırsan. Ona görə deyirlər ki, günah balaca olmaz. Yəni elə bu vaxtda insan istiğfar edərsə və günahlardan çəkinməzsə, onun istiğfarı dillə olur. Və Allah-u Teala buyurur ki: "Vəllezîne izâ fa'alû fâhişə ev zalemu enfusahum zekerullâhe festağferû lizunûbihim və men yagfiru'z-zunûbe illallah." Yəni o kəslər ki, fahişə işlər görərlər. Yəni fahişə yəni böyük günahlar. Ev zalemu enfusahum, yaxud balaca günah görərlər. Balaca günah işləyərlər. Elə bu işlədiyi vaxtı zəkarullah, yəni Allahı xatırlayıb, Allaha qayıdar, tövbə edərlər və mən yağfiru'z-zunûbe illallah. Yəni Allahdan başqa kim günahları bağışlayır? Yəni həqiqətən Allah Teala onun günahlarını bağışlayar, bir şərtlə ki, وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Yəni bilə-bilə bir də o günaha qayıtmamaq şərtilə. Və həmçinin istiğfarın başqa vaxtlara nisbətən onun qəbul olma vaxtlar vardır. Necə ki, namazın axırlarında və səhər vaxtlarında. Allah-u Teala deyir ki, وَبِالْأَسْحَارِهُمْ يَسْتَغْفِرُونَ. Yəni onları öyərək, yəni o kəslər ki, səhər vaxtı istiğfar edərlər. Və istiğfarın ən fəzilətlisi, növlərinə ən fəzilətlisi bu birinci Allah'a həmcə səna ilə başlayar. Allah'ı tərifləyər və ondan sonra öz günahlarını etiraf edər, boynuna alar və ondan sonra dua edər. Necə ki, burada səhih hədisdə gəlmişdir. Şəddəd ibn Oz radiyallahu anh Peyğəmbər s.ə.vədən rəvayət edir ki, Peyğəmbər s.ə.v belə buyurur: Seyyidul istiğfar ən yəquləl abdu Allahummə əntə Rabbi. İstiğfarın ağası, Peyğəmbər s.ə.v deyir ki, istiğfarın ağası qulun deməsidir. Nəyi deməsidir? Allahummə əntə Rabbi. Allahım, sən mənim Rəbbimsən. La ilahə illə ənt. Səndən başqa ilah yoxdur. Xaləq sənin, məni sən yarattın. Və ənə abduk, mən sənin qulunam. Və ənə alə əhdikə və vədik. Və mən sənə verdiyim əhd və vəd üzərində bacardığım qədər duracağam. Əuzu bikə min şərri mə əsna'tu. Və etdiyim işlərin şərrindən sənə sığınıram. Əbu'u ləkə bi ni'mətikə aleyyə. Və sənin nemətlərini, mənə verdiyin nemətlərini mən etiraf edirəm. Və əbu'u bi zəmbi. Və günahımı da etiraf edirəm. Fəinnəhu la yəğfir-zunubə. Təğfirli fəinnəhu la yəğfir-zunubə illən. Sən məni bağışla, həqiqətən səndən başqa bağışlayan yoxdur. Və həmçinin insan lazımdır ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə uyaraq, ona bir nümunə götürərək istiğfarı çıxartsın. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir: Vallahi inni lə əstəğfirullaha və ətubu ileyhi fil yevmi əktərə min 70 mərrə. And olsun, Allah'a and düşür Peyğəmbər sallallahu aleyhi və səlləm, mən gündə 70 dəfədən artıq istiğfar və tövbə edirəm.
Yəni istiğfar, buna görə lazımdır ki, istiğfarla yanaşı tövbə olsun. Və həmçə Allah Teala buyurur ki, وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ Rəbbinizdən bağışlanmağı diləyin və ona tövbə edin. Və bu da necə olur? Yəni insan dillə istiğfar edir, dillə Allahdan bağışlanmasını diləyir və qəlbi ilə və bədən üzvləri ilə həmən günahdan uzaqlaşır. Yəni bunun mənası odur ki, insan istiğfar edəndən sonra, günahından bağışlanmasını diləyəndən sonra həmən günaha qayıtmamalıdır. Və həmçinin bu hədisdə məğfirəti hasil edən üçüncü şərt tövhiddir. Ən böyük şərt tövhiddir. Çünki tövhid olmasa, onun günahları bağışlana bilməz. Günahların bağışlanması üçün əsas səbəb tövhiddir. Necə ki Allah Teala buyurur: "İnnallâhe lâ yaghfiru en yüşreke bih." Allah Teala özünə şərik qoşanı bağışlamır və yaghfiru mâ dûne zâlike limen yeşâ. Bundan başqa günahları istəyənə bağışlayır. Və başqa bir ayədə buyurur ki: "Və qâle Teala innehu men yüşrik billahi faqad harramallahu aleyhi'l cenne ve ma'vâhu'n nâr ve mâ lizzâlimîne min ansâr." Kim Allah'a şərik qoşarsa, Allah-u Teala ona cənnəti haram edər və onun düşəcəyi yer cəhənnəm olar və zalimlərin heç bir köməkçisi olmaz. Və bu hədisdə Allah-u Teala buyurur ki: "Ya İbn Adəm, law ataytani bi qurabil ardi xataya, thumma laqiten la tushrik bi şey'a, la ataytuka bi qurabiha maghfira." Deyir ki, ey İbn Adəm, ey Adəm oğlu, sən mənə yer dolusu günahlarla gəlsən və mənə qovuşanda heç bir şeyi şərik qoşmayaraq qovuşarsansa, mən sənə yer dolusu məğfirətlə gələrəm. Yəni bu o deməkdir ki, yəni muvahhid, Allahı təkləyən adamın günahları bağışlanır. Günahlar nə qədər çox olsa belə tövhid əhlinin günahları bağışlanır. Amma bu da Allahın istəyi ilə asılıdır. Allah-u Teala buyurur ki: "İnnallâhe lâ yaghfiru en yüşreke bih ve yaghfiru mâ dûne zâlik limen yeşâ." Allah-u Teala özünə şərik qoşanları bağışlamır və bundan başqasını, yəni şirkdən qeyri günahları istəyənə bağışlayır. Və bu hədis tövhidin fəzilətini bildirir. Yəni bildirir ki, həqiqətən tövhid əhli nə qədər böyük günahları olsa, yenə dünyadan köçəndə tövhid üzərə ölərsə, Allah onun günahlarının bağışlanması ümid edilir. Və həmçində bu hədis şirkdən çəkindirir. Çünki şirk sahibinin günahları bağışlanmır. O nə qədər əməllə yorulsa belə, yer üzərində hər bir şeyi xərcləsə belə ondan qəbul olunmur. O nə qədər ki o şirk üzərindədirsə. Allah Teala bizi şirkdən uzaq etsin, riyadan və başqa böyük günahlardan və bizi dinində, mərifətində, haqqı bilməkdə və onunla əməl etməkdə bizə bəsirəti bəxş etsin. Və aqulu qavli hədə, əstəğfirullah li və ləkum. Elhamdülillah Rabbil alemin və salatu və salamu alə əşrəfil ənbiya vəl mürsəlin. Ey insanlar, Allahdan qorxun və Allahla əlaqənizi Allahın əmirlərini yerinə yetirməklə və qadağan etdiklərindən çəkinməklə və duaları çoxaltmaqla gücləndirin, möhkəmlədin. Çünki Allah Teala'nın yəni insanlara, sizə heç bir an ehtiyacı yoxdur. Yəni bununla yanaşı Allah Teala heç bir ehtiyacı olmadığı halda istiğfar etməyi, dua etməyi buyurur, amma siz isə, insanlar isə yəni ehtiyacı olduğu halda, kasıb olduğu halda Allahdan yüz çevirirlər. Yəni bu da insanın nəfsinin qəribi halıdır. Çünki Allah Teala buyurur ki: "Və inna izâ əzəqnal insâne minnâ rahmeten feriha biha və in tusibhum seyyi'atun bima qaddemet eydihim fe innel insâne kafur." Əgər biz insana bir nemət verdikdə o sevinər, qorğulanar. Amma başına bir müsibət əli ilə qazandığı günahların səbəbinə görə başına bir müsibət gəldikdə o nankorluq edər. Yəni insan elə bu anlarda başına bir şey gəldikdə seçilir, bilinir. Yəni başına bir nemət gəldikdə, bir sevinç gəldikdə o lovğalanır, təkəbbürlük edir. Amma başına bir müsibət gəldikdə isə Allahdan ümidini kəsir. Ümid üzü. Yəni bu da bir insanın təbiətidir, ancaq Allahın iman bəxş etdiyi şəxslərdən başqa.
Mümin isə, necə ki, Peyğəmbər s.ə.v deyir, İnnə əmrahu kullahu ləhu xeyr. Yəni, müminin işi hamısı onun üçün xeyirdir. İn əsabətu sərrava şəkərə fəkənə xeyrənlə. Yəni, başına bir xeyir gələrsə müminin şükür edir, onun xeyrinədir. Və in əsabətu darrava sabərə fəkənə xeyrənlə. Yəni, başına bir müsibət gəlsə yenə səbr edir, yenə onun xeyrinədir. Və leysə li əhədin illə lil-mümin. Yəni, bu ancaq müminə aiddir, mümin üçün olur. Və həmçinin insan həmişə Rəbbinə ehtiyacı var, amma təkəbbürlük yüzündən Rəbbinə dua etmir. Allah Teala buyurur ki, وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Rəbbiniz buyurdu ki, mənə ibadət edin, mənə dua edin. Yəni, o kəslər ki, mənə ibadətdə təkəbbürlük edərlər, onlar, yəni mənə dua etməkdə təkəbbürlük edərlər, onlar zəlilcəsinə cəhənnəmə girərlər. Və həmçinin insan, yəni günahlarla dolmuş olduğu halda və əzablara məruz qaldığı halda yenə görürsən bağışlanmağını istəmir. Ya bu insan Allahdan ümidini üzüb, ya da o insan Allahın məhkinə əmindir. Allahın məhkinindən qorxmur. Allah-u Teala münafıqlər barəsində deyir ki, أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ. Yəni onlar görmürlərmi? Onlar ildə bir-iki dəfə onların başına müsibət gəlir. Və bununla yanaşı onlar nə tövbə edir, nə ibrət alırlar. Yəni, Allahın qulları, Allahdan qorxun və Allaha duanı, istiğfarı çıxardın və ibadəti xalis onun üçün edin və Allah da sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Və Allah da hər birimizə əməlini islah etsin və öz dinində sabit etsin. Rabbena atina fid dunya hasenə və fil ahireti hasenətən və qina azabən nar. Rabbena la tuzigh qulubana ba'de iz hedeytena və hab lana min ladunka rahmə innaka entel vehhab. İnna Allah və melaikatahu yusallun alan nabi ya eyyuhellezina amanu sallu alayhi və sallimu taslima. Allahumma salli ala Muhammedin və ala ali Muhammed kema salleyte ala İbrahim və ala ali İbrahim innaka hamidun mecid və barik ala Muhammed və ala ali Muhammed kema barakte ala İbrahim və ala ali İbrahim innaka hamidun mecid. İnna Allah ya'muru bil adli vel ihsan ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'izukum la'allakum tadhakkarun ve la zikrullahi akbar vallahu ya'lemu ma tasna'un ve aqimus salat inna's salata tenha anil fahşai vel munkar.